Demək, sən də belə suallarla çəkirsənsə, diqqətli dinlə. Bundan sonra biləcəksən belə sualları. X plus 2 bölək, x plus 1-ə t deyirik. Əvəzləmə yolu ilə həll edirik bu sualı. Olur t kvadrat minus 5t plus 6 bərabər 0. V teoreminə görə t1 üstənsin t2 5-dir. T1 vuraq t2 6-dır. Və buradan da görünür ki, t1, t2 köklər 2 və 3-dür. Demək, biz əvəzləmədə bu kökləri nəzərə almalıyıq. Yəni, əsl kök x-dır. Ona görə x-i tapaq. X plus 2 bölək. X plus 1-ə t demişik deyə 2 olur. Çarpazına vursaq. X plus 2 bərabər olur 2x plus 2-yə. X buradan bərabər olacaq 0-a. Bir kök 0-dır. Digər kökü də tapaq bu tərəfdən. X plus 2 bölək x plus 1 bərabər olur 3-ə. Çarpazına vursaq, x plus 2 bərabər olacaq 3x plus 3-ə. X-i digər tərəfə atsaq, 2x bərabər olacaq mənfi 1-ə. X bərabər olacaq mənfi 2-də 1-ə. Və buradan da x1 buraya x2 təbii ki 0 eləyəcək.